8 avqust 2025-ci il tarixində paraflanmış sazişin 9-cu maddəsi çox əsaslıdır. Bu, indiyə qədər bir sazişdə gördüyü maddənin ən müasir nümunəsidir. Bu fikirləri etkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Catherine Bomberger, etkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda bildirib. 8 avqust 2025-ci il tarixində paraflanmış sazişin 9-cu maddəsi çox əsaslıdır. Bu, indiyə qədər bir sazişdə gördüyüm maddənin ən müasir nümunəsidir. Azərbaycan və Ermənistan hərbi münaqişəsində itkin düşmüş şəxslərlə bağlı halların həlli üçün tədbirlər görürlər. Bu çərçivədə sözü gedən şəxslərin taleyinə aydınlıq gətirilməsi, o cümlədən onların qalıqlarının axtarılması və təhvili, sülh və etimadın qurulması vasitəsi kimi əhəmiyyətlidir.